Arıqlama iynələri xərçəng yaradır. Bugün bu geniş müzakirə olunan sual haqqında danışacağıq. Arıqlama iynələri haqqında ən qorxulu söz bilirsinizmi nədir? Xərçəng yaradır. Bəs bu nə qədər doğrudur? Gəlin panika ilə yox, tibbi faktlarla danışaq. İnternetdə GLP-1 preparatları, xüsusən Wegovy, Ozempic haqqında ən çox yayılan qorxulardan biri də budur. Bunlar tiroid xərçəngini yarada bilirlər və çox insanda qorxub müalicəni yarımçıq saxlayır. Bəziləri isə hətta heç başlamırlar. Amma burada çox vacib bir məqam vardır. Tibbdə hər risk hər insan üçün eyni deyil və beynəlxalq qaydalar nə deyir? Bu çox önəmlidir. FDA və Endokrin Society-nin tövsiyələrinə əsasən semaglutid qrupundan əsas ehtiyat etdiyimiz pasiyent qrupu medulyar tiroid xərçəngi olan və ya keçirən xəstələr və ya menniki sindromlu olan ailə üzvləridir. Yəni hər istifadə edən insanda xərçəng yaradacaq kimi fikir yanlışdır. Bu arada problem nədir bilirsinizmi? Sosial mediada bir cümləni götürüb bütün insanlara aid etmək. Halbuki endokrinologiyada əsas məsələ fərdi risk qiymətləndirilməsidir. Bir pasiyentdə preparatı başlamazdan əvvəl ailə tarixçəsinin, hormonal vəziyyətin, tiroid problemlərinin və yanaşı hər hansı bir xəstəliklərin, istifadə etdiyi dərman maddələrinin qiymətləndirilməsi lazımdır. Çünki tibbdə məqsəd pasiyenti qorxutmaq deyil, riskləri düzgün aşkarlamaq və idarə etməkdir. Və bir şey də unutmuruq ki, piyələnmənin özü də bir riskdir və bir çox xronik və geri dönməz xəstəliklərə aparan bir riskdir. Beynəlxalq araşdırmalar göstərir ki, piyələnmə qarşısı alınmazsa tip 2 diabet, ciddi ürək-damar xəstəlikləri, yağlı qaraciyər, bəzi xərçəng növləri, xüsusən də bağırsaq xərçəngi növünə gətirib çıxarda bilir. Və yəni müalicəsiz qalmaq özü başqa bir risk faktorudur. Ən təhlükəli yanaşma isə bilirsinizmi nədir? TikTokdan, Instagramdan məlumat eşidib araşdırmadan metabolik sağlamlığını nəzarətsiz buraxmaqdır. Çünki piyələnmə sadəcə estetik məsələ deyil. Bu xronik metabolik bir xəstəlikdir. Bir də ən vacib nüanslardan biri semaglutid molekulları, yəni arıqlama iynələri beauty trend deyil, gözəllik trendi deyil. Bunlar xüsusi göstərişlə, xüsusi və həkim tərəfindən təyin olunmuş düzgün dozalarda nəzarət altında istifadə olunan dərman preparatlarıdır və pasiyentlərin bəzilərinin də doktor hamı istifadə edir, mən də başlaya bilərəmmi? Sualını isə belə cavab veririk. Hamı istifadə edir prinsipi ilə işləmək mümkünsüzdür. Biz həkim olaraq nə edirik? İlk öncə çəkiyə, metabolik risklərə, pasiyentin analizlərinə, yanaşı xəstəliklərinə, ailə tarixçəsinə diqqətlə baxırıq. Çünki hər bir arıqlamaq istəyən insanda GLP-1 preparatları uyğun olmaya bilər və ən vacib də odur ki, qorxu ilə yox, həkiminiz tərəfindən aldığınız məlumatla qərar verin. Çünki internetdə yayılan hər bir başlıq elmi həqiqət deyildir. Düzgün pasiyentdə düzgün isləmə ilə aparılan hər hansı bir metabolik müalicə bəzən bir insanın çəkisini azaltmır təkcə, həm də şəkər olma riskini, həyat keyfiyyətini yaxşılaşdırır, hətta gələcəkdə sağlamlığını belə dəyişə bilir. Siz də bu preparatlar haqqında hər hansı bir mifləri eşitmisinizsə, buyurun şərhlərdə yazın və növbəti videolarda onları birlikdə analiz edərik. Özünüzə yaxşı baxın, bu videonu bəyənməyi və paylaşmağı unutmayın, kanalımıza abunə olun.